Salyan rayon icra hakimiyyətinin təşkilatçılığı ilə şəhərin mərkəzindəki baş meydanda xalqımızın ən gözəl bayramı olan, özündə milli mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibəti ilə təntənəli ümumrayon tədbiri keçirilib. Səhər saatlarında başlayan bayram tədbirində Salyan rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid və qazi ailələri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyəti iştirak edib. İlk olaraq Ulu Dədə Qorqud və Bahar qızı qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib. Meydana Novruzun personajları olan Kosa və Keçəlin daxil olması alqışlarla qarşılanıb. Bayram tədbirində təşkil olunan sərgilərdə Novruzun əsas atributlarından olan qırmızı lent bağlanmış səməni, paxlava, şəkərbura, qoğal və digər şirniyyatlar, Azərbaycan mətbəxinin müxtəlif nemətləri, eləcə də xalq yaradıcılığı, dekorativ tətbiqi sənət nümunələri təqdim edilib. Tədbirdə milli geyimli qızların rəqsi, incəsənət ustalarının musiqi nömrələri, folklor nümunələri, aşıq yaradıcılığı, qədim xalq rəqsləri və oyunlar, idmançıların müxtəlif nömrələri maraqla qarşılanıb. Sonda bayram konserti keçirilib. Respublikanın tanınmış incəsənət ustaları çıxış ediblər. Bayram tədbiri müxtəlif xalq kollektivlərinin, mədəniyyət və incəsənət ustalarının, uşaq musiqi qruplarının, Körpələr evi uşaq bağçasının təqdim etdiyi rəngarəng performanslar ilə davam edib. Artıq neçənci bayramdır ki, biz bütöv suveren Azərbaycanımızda bu bayramı keçiririk. Bütün Azərbaycanımıza sülh, əmin-amanlıq, evlərə bolluruzu, əhaliyə isə can sağlığı arzulayıram. Hər zaman tonqallarımız qalansın. Xalqımızın milli adət-ənənələri ilə zəngin olan bir Novruz bayramıdır. Həm də iki qat bayramdır. Bugün həm Novruz bayramı, həm də ki Ramazan bayramının üst-üstə düşür. Çoxlu adət-ənənələrimiz var. Bu adət-ənənələrimiz arzu edirəm ki, heç vaxt itməsin, tarixdən tarixə, yəni gələcək nəsillərimizə ötürülsün.